Rəhimli və mərhəmətli Allahın adı ilə. Qısa ömrümüz əbədi cənnətə layiq olacaq qədər bərəkətli olsun. Xeyirli günlər, əziz və dəyərli izləyicilərimiz. Şiənin alimə xanımlarını veşini izləyirsiniz. Hər bir insanın yaradılışında məqsəd ümumbəşəri yaradılışda olan məqsəddir. Yəni, insani təkamülə və bir insanın çata biləcəyi ən üstün dəyərlərə ucalmaq. Buna görə də qadınla kişi arasında heç bir fərq yoxdur. Bunun göstəricisi birinci növbədə Fatimə-i Zəhra salamullah əleyha və sonra tarixin digər böyük qadınlarıdır. Yəni Fatimə Zəhra salamullah əleyha bəşəriyyətin zirvəsindədir və ondan yuxarı heç kim yoxdur. Bildiyimiz kimi bu xanım bir müsəlman qadın olaraq özünü bu zirvəyə qaldırmaq imkanı əldə etdi. Deməli, qadınla kişi arasında fərq olmamalıdır. Bəlkə də məhz buna görə Allah Taala Qurani Kərimdə yaxşı və pis insanlara misal çəkmək istədikdə onlardan hər ikisinə qadınlardan nümunə göstərir. Birinə Fironun həyat yoldaşını, digərinə isə Nuh və Lutun həyat yoldaşını misal çəkir. Allah iman gətirənlərə isə Fironun zövcəsini misal çəkdi. Pis, bədbəxt, yanlış yolda hərəkət edən insanlar üçün isə Nuhun və Lutun həyat yoldaşlarını misal göstərir. Biz düşünürük ki, qadınlar hər bir sağlam insan cəmiyyətində öz payları qədərincə elmi, ictimai və quruculuq nailiyyətlərində və bu dünyanın idarəsində öz səylərini öhdələrinə götürməyə, bu yarışa qatılmağa qadirdirlər. Bunun üçün onlara imkan yaradılmalıdır. Bu baxımdan qadın və kişi arasında heç bir fərq yoxdur. Bəli, əziz tamaşaçılar, ötən verilişimizdə biz yenə Peyğəmbərin nümunə xanımlarından danışdıq. Bugün isə inşallah yeni mövzu ilə sizinlə birlikdə olacaq. Qonağımız isə dəyərli ilahiyyatçı Ülkər Muhammed. Salam Ülkər xanım, xoş gəlmişsiniz. Aleykümselam, xoş gördük sizləri. Ülkər xanım, biz ötən verilişdə Peyğəmbər sallallahu yenidən olan xanımlarından danışdıq. Mən istərdim ki, bugün danışaq ki, indiyə qədər haqqında danışdığımız xanımlardan Peyğəmbərin xanımlarına işarə etdik. Bəs ümumən Peyğəmbərin neçə xanımı oldu, bu haqda danışaq. Biz neçə verilişdə artıq Peyğəmbərin xanımlarından danışırıq. Həzrəti Xədicə, Kübra salamullah əleyha, Ümmü Sələmə haqqında danışdıq. Zeynəb binti Cəş, Meymunə xanımından danışdıq. Və digər xanımlardan da istərdik, əgər varsa tarixdə onlar haqqında danışaq. Buyurun. Bismillahirrahmanirrahim. Artıq bir neçə verilişdir ki, xidmətdəyik. İnşallah Allah bunu bizdən ali dərəcədə qəbul eləsin. Və bizim də dedik ki, əvvəldə məqsədimiz budur ki, xanımların zəif olmadığını göstərək ki, yəni xanımlar zəif deyirlər və eləyə bilərlər ki, həqiqətən də bir uca bir məqama çatsınlar. Hətta bu məqam dünyada belə, yəni gözə çarpmasa, yəni açıq-aşkar bildirilməsə də, ən azından Allah yanında bir məqam sahibi ola bilərlər. Və buyurdunuz, düz buyurdunuz ki, biz elə keçən verilişlərimizdən bizim mövzumuz Peyğəmbərin xanımları, hətta biz Peyğəmbərdən öncə, yəni İslamdan öncəki xanımlardan da misallar gətirmişdik. Və biz keçən verilişimizdə xanım Zeynəb bin Cəhşdən danışmışdıq, xanım Meymunədən danışmışdıq, Ümmü Sələməni yad etmişdik. Yəni bu xanımların məqamlarını çatdırmaq istəmişdik ki, inşallah ki, bunun öhdəsindən gələ bilmişik. Həqiqətən də bizim üçün yəni bir növ vacib həddindədir ki, biz bu xanımları tanıtıraq. Çünki həqiqətən də tarixdə bu xanımlar haqqında yəni məlumat çox azdır. Bəzilərinin haqqında heç məlumat yoxdur. Sadəcə adı və atasının adı zikr olunur ki, belə bir şəxs olub. Bəzilərinin haqqında daha geniş məlumat var, bəzilərinin haqqında heç məlumat yoxdur. Bəzilərinin haqqında ümumiyyətcə ixtilaflar var ki, belə bir xanım olub ya olmayıb. Ona görə də biz yəni çalışırıq ki, ən azından tarixdə bir belə zərrə qədər də xidməti olan, yəni İslama xidməti olan xanım varsa da, onu inşallah insanların xidmətinə çatdıraq və o xanımlardan götürəcəyimiz ibrətlər olsun. Yəni, həqiqətən də bu xanımların həyatına baxanda gözəl nöqtələr götürmək olur. İnsanın istər-istəməz həyatına, ruhuna da təsir qoyur. Çünki bir xanım olaraq, əgər xanım qəsd edibsə ki, özünü düzəltsin, Allah yanında bir məqam sahibi olsun, təbii ki, Allah yanında hörmətə, ehtirama, məqama sahib olan xanımları araşdırmalıdır.
Və biz biraz yəni bu işi biraz yüngülləşdirmişik xanımlarımız üçün ki, yəni bu işi biz sizin əvəzinizdən edirik. Onlardan öhdəsində fəqət nə qalır? Eşitdikləri nöqtələri, onların həyatında, axirətlərində təsir qoyacaq nöqtələri öz həyatlarına tətbiq etsinlər və bu xanımları özlərinə nümunə qərar versinlər ki, inşallah. Və nəticəsi də məncə çox gözəl olacaq. Əminəm, Təbii bəli. ki. Təbii ki, nəticəsi də mütləq şəkildə Yəni olmalıdır. təsiri olur insan həyatına. Çünki bir var insan desin ki, mən bacarmıram və çəkilsin, otursun kənarda. Bu özü də bir belə deyək naqislikdir. Yəni insan o deməkdir ki, yəni insanın özgüvəni yoxdur. Amma bir də var ki, bu insan istəyir, çalışır. Bəli, ola bilsin ki, tam o zirvəyə qalxmasın. Ola bilər. Bəli. Amma ən Gərək azından ümidsiz olmayaq. Bəli, ən azından ümidlə bu yolda addımlasa, çalışsa, onun çalışmağının əvəzində inşallah ki, Allah verəcək. Bəli, Allah hər bir zərrə yaxşılığa da 1000 savab yazır. Bəli, yəni o zəhməti, o yolda çəkdiyi əziyyət, Boşuna getməz. onun o məsələn iş üçün, o məsələn bir pis xüsusiyyətini aradan aparmaq üçün çalışdığı, çabaladığı bir şeylər varsa, təbii ki, onun zəhmətini Allah qiymətləndirəcək inşallah. Bəli. Amma gələk sizin suala ki, Peyğəmbərin xanımları haqqında. Peyğəmbər sallallahu əleyhin xanımları haqqında tarixdə müxtəlif mənbələr yazırlar. Bəziləri buyurur ki, 15 xanımı olub. Bəziləri deyir ki, 18 olub. Bəziləri deyir 20-dir, bəziləri deyir 22-dir. Yəni 21 deyən var. Hətta 22 də deyirlər. Yəni bu məlumatlar var tarixdə. Bu cür gəlib. Bunun çoxluğunun səbəbində bəzilərini deyirlər ki, Peyğəmbər sallallahu əleyh bəziləri ilə olub ki, izdivac edib, yəni əqd oxunub, niqah edib və tez bir zamanda da onunla təlaq oxuyub yenidən. Yəni çox uzun müddətli bir ailə olmayıb belə deyək. Yəni ailə kimi yaşanmayıb. Ümumiyyətlə belə deyək Ülkər xanım, Peyğəmbər sallallahu ailə qurduğu xanımlar hamısının bir səbəbi var idi. Ona görə sayı yəni bu qədər ola bilər. Bəli. Bəli, çünki bəzən mənfi düşüncələr danışırlar ona görə. Bəli, tamamilə doğrudur. Çünki bəziləri deyirlər ki, Peyğəmbərə Bəli. niyə o qədər xanım almağa icazə verildi, Bəli. amma indiki dövrün məsələn və yaxud da Peyğəmbərdən sonrakı olan dövrdə niyə imkan verilmədi o qədər xanım almağa? Məsələn, 4 dənədən artıq icazə verilmədi. Bəli. Bu şübhələr də var. Bəziləri Peyğəmbərin haqqında xoşa gəlməyən fikirlər də yaradırlar. Yəni, əstəğfurullah, sanki Peyğəmbər qadınbaz idi. Bu Bəli, cür fikirlər bəli. də yürüdürlər. Təəssüf Amma olunur. bu fikirlər qələtdir. Bu Peyğəmbər idi, Allahın rəsulu idi. Allah tərəfindən göndərilmişdi. Birinci bunu əgər bu məsələn ixtilafı, bu şübhəni dərk etmək istəmək üçün gərək biz araşdıraq ki, Peyğəmbər bizə nəyə görə göndərildi? Bəli. Təbii ki, Peyğəmbər bizə hidayətçidir. Allah Peyğəmbəri bizə göndərib, onun üçün ki, biz hidayət olaq. Bizi doğru yola yönəltsin, bizi kamala çatdırsın. Ən mühüm məsələ. Yəni kamala çatmaq, yəni Allaha çatmaq deməkdir. Allah yanında bir uca bir məqama yetişmək deməkdir. Və bu əgər bunları, yəni dəqiqliklə araşdırsaq, Peyğəmbərin gəliş səbəbi, nəyə görə göndərilib, nə üçün lazım idi, hansı xidmətləri var idi, ondan sonra o haqqında şübhələrinə cavab tapa bilərlər. Çünki Peyğəmbərin izdivac etdiyi qadınların hamısı Peyğəmbərlə ailə həyatı yaşamaq üçün, yəni bir ailə şəklində yaşamaq üçün deyildi. Bəli. Bəzilərini hətta himayə etmişdi. Bəli, himayə üçün var idi, onları qorumaq üçün var idi. Bəziləri kasıb idi, başında məsələn bir kişi yox idi ki, ona himayə etsin. Peyğəmbər, yəni naməhrəmdir ona. Onunla əqd oxuyurdu. Yəni təbii ki, bunlar hamısı Allahın izni ilə baş verirdi. Peyğəmbər və imamların ki, biz deyirik məsumdular, onların heç bir işi Allah nəzərindən kənar deyildi və bütün işləri hikmətlə idi və Allahın izni var idi o işlərdə. Və Peyğəmbərin də çox ailə qurmağının səbəbləri də bunlar idi ki, qadınlar başsız qalmasın. Çünki o dövrlərdə hələ İslam tam yayılmamışdı. Çox insanlar İslamı qəbul etməmişdilər və
bu səbəbdən biraz fitnə fəsad daha çox yayılırdı. Həmin qadınlar bir tikə çörək üçün əxlaqsız yola düşməsinlər deyə Bəli. və yaxud da ki, həyatlarını məhv etməsinlər Bəli. deyə Peyğəmbər bu üzdən bəzi xanımlarla əqd bağlayırdı. Bəli. Və biz dedik ki, tarixdə işarə edirlər, bəziləri 15, 18, 20, 21, hətta 22 xanım da deyən var. Amma tarixdə bizim üçün ən çox sadalanan və ən çox adları zikr eləyən və bizim əlimizə gəlib çatan məlumat 13 xanımın adıdır. 13 xanım. Və bunlardan biz ki, Bir verilişimizin neçəsini artıq danışmışıq. Bəli. bunlardan ki, xanım Xədicə salamullah əleyhə haqqında danışdıq. Bunu da mühüm olaraq qeyd eləyək ki, xanım Xədicə salamullah əleyhə ilə Peyğəmbər sallallahu əleyh evli olduqları dövrdə Peyğəmbərin heç bir başqa xanımı yox idi. Xanım Xədicə dünyasını dəyişəndən sonra Peyğəmbər artıq digər xanımlarla Bəli, ailə ailə qurmuşdu. Amma yenə qədər ki, xanım Xədicə var idi, başqa bir xanım Peyğəmbərin əqdində yox idi. Bu özü də elə xanımın ucalığı, yəni xanım elə bir məqam sahibi idi ki, Peyğəmbər ondan başqa bir xanım düşünmürdü. Heç zehninə gətirmirdi, nə də belə bir şərait yaranmamışdı ki, xanım Xədicə olduğu dövrdə başqa bir xanımla da ailə qursun. Xanım Xədicə haqqında biz yetərincə məlumat vermişdik. Sonra Ümmü Sələmə Bəli, haqqında danışmışıq, danışmışıq bəli. bu barədə. Xanım Meymunə haqqında danışmışdıq. Zeynəb bin Cəhş haqqında danışmışdıq biz keçən verilişlərimizdə. Bəli. Və buyurmuşduq ki, xanım Meymunə dedik ki, cənnət xanımlarındandır və Peyğəmbər onu Behişt xanımı elan etmişdi. Xanım Zeynəb də cənnət xanımlarından idi. Zeynəb bin Cəhş. Hətta Zeynəb bin Cəhşi belə rəvayət edirlər ki, xanım Xədicədən, Ümmü Sələmədən, Meymunədən sonra Peyğəmbərin ən fəzilətli xanımlarının sırasındadır. Buradan da elə bir dənə işarə olunur ki, yəni Peyğəmbərin fəzilətli xanımları xanım Xədicə, Ümmü Sələmə, Meymunə və Zeynəb binti Cəhş. Zeynəb binti Cəhş idi. Yəni onlardan sonraki gəlmişdi Peyğəmbərin nigahına və bu xanım da həmin xanımlardandır ki, yəni Peyğəmbər onu Behişt xanımı demişdi. Və digər xanımlarından Mariya Qibtiyyə var ki, bu adı da elə biləm çox eşitmişik, yəni tarixdə çəkilir bu xanımın adı. Əsqəlani öz İsabə kitabında bu xanım haqqında nəql eləyir və buyurur ki, Mariyə Şəmunun qızı olub, Şəmun Qibtiyyənin qızı olub və bu xanım yəni İslamı qəbul edib və özü o qədər İslamı qəbul edəndən sonra dində müvəffəq olub ki, öz qardaşı, yəni Mapur adında bir qardaşı olur bu xanımın, öz qardaşı da xanım Mariya Qibtiyyəyə baxıb və İslamı qəbul eləyib. Dini qəbul eləyib və dinə gəlib. Və tarix bu xanım haqqında bir şey də qeyd eləyir ki, biz hamımız bilirik ki, Peyğəmbər sallallahu əleyhin İbrahim adında bir oğlu olub, uşaqkən dünyasını dəyişib. Həmin o İbrahim Mariya Qibtiyyədən olan oğlu idi Peyğəmbər sallallahu əleyhin. Və sonra xanımlardan Ayşə var, Həfsə var ki, bunlar da tarixdə qeyd olunub adları. Ümmü Həbibə adında bir xanımı olub Peyğəmbərin. Sonra Sudə adında, Sudə bin Zəmət adında bir xanımı olub Peyğəmbərin. Sonra Peyğəmbərin Cüveyriyyə binti Haris adında da bir xanımı olub ki, bu xanım haqqında yəni çox nəql olunub. İsabə kitabında, Əsqəlani İsabə kitabında nəql edir ki, Peyğəmbər Hicrətin 5-ci və 6-cı ilində Qəzvənin fəth eləyir və bu xanım həmin o fəthdə, Qəzvə fəthində əsirlərin arasında olur. Yəni əsir düşür və bu xanım yazmağı bacarırdı deyə, yəni elmi var idi deyə, savadı var idi deyə
Bunu məkatib qoyurlar. Yəni məktub yazmaq işlərinə Bəli, işlərinə baxırdı. baxsın. Yəni əgər o dövrdə bilirik ki, Bəli. işləri məktub yazmaqla həll edirdilər və bu xanımı bu işə yəni Təyin etmişdilər. təyin etmişdilər ki, bu işlə məşğul olsun. Və bu xanım bir gün gəlir Peyğəmbər sallallahu əleyhin yanına və buyurur ki, ya Rəsulullah, məni bu işdən azad et. Yəni artıq yorulubmu deyim, ya bu iş buna ağır gəlib, ya bu işlə məşğul olmaq istəmirmiş ki, bu cür müraciət eləyib Peyğəmbərə. Və Peyğəmbər buyurur ki, sənə daha fəzilətli bir iş verəcəm, yəni daha yaxşı bir işlə mükafatlandıracam səni və bu xanımı əsirlikdən azad eləyir. Bu xanım azad olur əsirlikdən və sonra Peyğəmbər onunla ailə həyatı qurur. Xanım Cüveyriyə binti Haris. Və Peyğəmbər bu xanımla ailə qurduqdan sonra səhabələr deyirlər ki, artıq Peyğəmbər bu xanımla əgər ailə qurdusa, biz bu xanımla, yəni onun qəbiləsi ki, əsir idi orada, onun qəbiləsindən olan insanları əsir saxlamaq düzgün olmaz. Yəni Peyğəmbərə ehtiram olaraq bu işdən istəyirlər ki, əl çəksinlər və həmin vaxtı bu xanımın qəbiləsindən, bu qəbilənin adı Bəni Mustələq qəbiləsi idilər və bu xanımın qəbiləsindən 100 nəfəri də azad edirlər ki, əsirlikdən qurtardı. Bu da ki, Peyğəmbərə olan ehtiramlarını göstərmişdilər. Və Şeyx Tusi Rical kitabında yazır ki, Peyğəmbərin bu xanımı yəni həmin Cüveyriyyəni öz səhabələrindən hesab eləyirdi. Nə təkcə həyat yoldaşı yox, eynilə öz səhabəsi hesab eləyirdi və bu xanım 65 il ömür sürür və Rəbul əvvəl ayında 50-ci ildə ya 55-ci ildə vəfat edir. Tarix müxtəlifdir. Bəziləri 50-ci ildə deyirlər, bəziləri 55-ci ildə ki, bu xanım bu tarixdə vəfat edir. Və bütün yaşadığı ömrü də, yəni Peyğəmbərlə ailə qurandan sonra həm savadı ilə, həm elmi var idi deyə təbliğlər eləyirdi, İslama xidmətləri var idi, eyni zamanda da Peyğəmbərin dəyərli xanımlarından hesab olunurdu. Digər bir xanımı Peyğəmbərin Səfiyyə bin Həy bin Əxtəb adında bir xanım idi ki, o xanım da deyirlər ki, yəni çox məlumat yoxdur bu xanım haqqında tarixdə, amma deyirlər ki, çox gözəl siması var idi. Hətta Peyğəmbərin, yəni Peyğəmbər onunla ailə qurmaq istəyəndə bəzi xanımları ona qibtə etdilər, yəni həsəd etdilər ki, necə gözəl bir siması var bu xanımın. Bir növ paxıllığını çəkdilər. Bəli. O qədər gözəl bir siması var idi. Eyni zamanda da xanımın iffəti və İslamı qəbul etməyi haqqında yenə də məlumatlar var ki, İslamı qəbul edib, Peyğəmbərin xanımı olub, Peyğəmbərə beyyət eləyib. Yəni bu qədər, yəni qısa bir məlumat var bu xanımın haqqında. Amma bir şey də deyək ki, yəni Peyğəmbərin bütün xanımları fikir verin, hamısı İslamı qəbul edib. Düzdür, Peyğəmbərin xanımı idilər və eyni zamanda da Peyğəmbərə beyyət eləmişdilər. Və bu mühüm bir nöqtədir. Peyğəmbərin xanımların arasında var idi ki, məsələn, Peyğəmbərin xanımı idilər, amma itaətkar qadın deyirdilər. Peyğəmbərə əziyyət edirdilər, Peyğəmbəri incidirdilər. Amma bu xanımlar Peyğəmbərə əziyyət etməyənlərdir. Yəni bunların adı əgər bugün iffətli, kamallı, alimə xanım olaraq səslənirsə və bizim əlimizə, məsələn, kitablarda belə qeyd olunursa, demək ki, bunlar Peyğəmbərin razılığını əldə etmiş xanımlardılar. Və başqa bir xanımlarından biri də Ummu Şərikdir. Biz artıq gəldik 12-ci xanımın adına çatmışıq. Ummu Şərik. Əsqəlani öz İsabə kitabında deyir ki, Ummu Şərik adında həmin bu şəxs 6 dənə ad sayıb, yəni 6 nəfəri sayıb bu adda qeyd olunub. Amma heç birisinin haqqında tam məlumat yoxdur. Yəni tam %100 hamısı kimlərdəndir
dəqiq hansı peyğəmbərin xanımı olub, bu haqda məlumat yoxdur. Amma Əllamə Məməqani o da öz Tənqihül Məqal kitabında deyir ki, bu yəni həmin Əsqəlaninin kitabına uyğun olaraq buyurur ki, onun qeyd etdiyi kitab adların heç birisinin haqqında tam məlumat verilməyib. Yəni tarix %100 bu xanımlar tək-tək araşdırmaq ya və tək-tək onların haqqında məlumatı yoxdur. Sadəcə olaraq gəlib ki, tarixdə Şərik adında 6 dənə xanım olub. Və heç birinin haqqında tam %100 məlumat yoxdur. Bəzi məlumatlara əsasən də bu xanım, yəni Şərik, Qureyşi bir xanım idi, Qureyşdən idi və Şiə xanımı idi. Şiə xanımı idi. Əsqəlani nəql edir İbn Abbasdan, yəni öz kitabında İbn Abbasdan nəql edir ki, bu xanım İslamı qəbul edir. Bundan sonra Qureyş xanımlarının evinə gedirdi. Yəni bu xanımın İslamı qəbul edəndən sonra İslamın məhəbbəti, dinin gözəlliyi o qədər qəlbinə nüfuz edir ki, və bu xanım başlayır Qureyş xanımlarının evinə gizlincə gedir və onlara təbliğ edir və onları İslam'a dəvət edir ki, onlar da hidayət olsunlar. Hidayətə çağırır. Bu bir müddət belə davam edir. Yəni ki, xanım birbaş İslamı təbliğ eləyir. İnsanları hidayətə çağırır. Burada da onun elə aliməliyi bildirilir ki, yəni bir xanım, yəni alimədir, savadı var ki, bu işi görür. Demək ki, düzgün təfəkkür sahibidir və dini doğru qəbul edib. Bu surətdə onu başlayır, insanların evinə gedir, xanımları gizlincə dəvət eləyir İslam'a və bundan xəbər tuturlar. Və xanımı, belə deyək də, zindan kimi, yəni əsir götürürlər və deyirlər ki, əgər sənin qəbilən olmasaydı, qəbiləvin ehtiramı olmasaydı, səni elə buradaca öldürərdik. Xanım özü Amir qəbiləsindən olub. Və bunu qərar verirlər ki, qəbiləsinə ehtiram olaraq, yəni həlak etməsinlər, yəni öldürməsinlər, amma sürgün edirlər Mədinəyə. Mədinəyə sürgün edirlər. Bu yolda, bunun yanında bir neçə nəfər də olur ki, onu Mədinəyə aparsın. Və neçə gün yol gedirlər, günün istisi, səhralıq. Və bu xanımın öz nəqlinə əsasən tarix yazır ki, bu xanım deyir ki, biz dayandıq, yəni bir yerə çatdıq və dayandıq ki, orada istirahət eləyək, artıq gedəcəyimiz yerə çatanda 3 gün, 3 gecə məni günün altında saxladılar. Mənə yemək vermədilər, su vermədilər. Amma özləri, yəni o şəxslər ki, mükəlləf idilər, vəkil idilər, məni Mədinəyə çatdırsınlar. Onlar özləri xeymənin kölgəsində dincəlirdilər, yeyirdilər, içirdilər mənim gözümün qabağında, amma məni 3 gün, 3 gecə günün qabağında saxlatdılar və heç bir damla su, nə də yemək vermədilər. Bundan sonra o vəziyyətə çatdırmışdılar ki, xanım deyir ki, ta ki o vəziyyətə çatdım ki, həlak olacam. Artıq ölümünə yaxın bir halı yaşayıb. Deyir, bir gün həmin o günlərin içində bunlar, yəni buna müvəkkil olanlar yatmışdılar və birdən gözümü açdım ki, bir sərinlik hiss etdim. Sərinlik hiss edəndə gözümü açdım, gördüm ki, qarşımda bir qabda su var. Və bu su biraz yuxarı qalxdı və təzədən yerə endi. Və mən başladım bu sudan içməyə. İçdim, yəni susuzluğumu yatırtdım. Daha sonra onun içində qalan suyu başıma, bədənimə tökdüm. Yəni bu hal bəlkə qəribə gəlir, amma Ərbəyinə gedənlər bu şeylə daha çox rastlaşırlar ki, oranın istisindən hər kəs üzərinə, yəni öz bədəninə, başına su tökür ki, yəni günün şüaları o qədər də təsir eləməsin. Bu xanım da həmin işi görür. Və deyir, sonra həmin o qab gözdən itir
biraz keçir, həmin o şəxslər ki, onu Mədinəyə aparırdılar, yuxudan ayılırlar və deyir, üst başımdan anlayırlar ki, mənim paltarım sudur. Və bunlar elə təsəvvür edirlər ki, mən bunların suyunu içmişəm, başlayırlar xanıma əziyyət eləməyə. Ki, sən bizim suyumuzu içmisən, deyir, mən and içdim. And içdim ki, mən sizin suyunuza dəyməmişəm və bu hadisəni deyir, onlara danışdım. Sonra onlar öz böyüklərinə xəbər göndərdilər, öz böyüklərinə, yəni məsləhətləşdilər. Məsləhətləşəndən sonra deyir, mənə dedilər ki, həqiqətən də sənin dinin bizim dindən üstündür. Çünki bu hadisə bir dənə möcüzədir. Bəli, Allahın möcüzəsi. Və sənin dinin bizim dindən üstündür deyə yəni iqrar etdilər və onlar İnşallah ki, yəni tarixdə gəlməyib. Yəni inşallah ki, həmin şəxslər hidayət olmuşlardan olarlar. Əgər bu cürləri, yəni İslam dinini öz dinlərindən üstün görüblərsə. Bəli. Çox sağ olun Ülkər xanım. Vaxtımız da sona çatdı. İnşallah yeni sualımızı gələn verilişdə verərəm inşallah. Danışarıq Allah izinə. Çox sağ olun. Bəli, əziz tamaşaçılar, təəssüflər olsun. Vaxtımız sona çatdı. Gələn verilişdə görüşmə ümidi ilə Allaha əmanət olun.